Bugün həqiqi mənada da bir il əvvəl arzulanmış o arzuların gül açdığı gündür. Əvvəla mən Zərdab torpağına hələ ali məktəbdə oxuyandan bağlı olmuşam. Bu elin ziyalı olduğunu çox dərindən dərk eləmişəm. Həsən bəy Zərdabinin hikmətlərində, onun ikinci qəzetində fəlsəfənin, siyasətin, milli dirçəlişin, dövlətçiliyin nə olduğunu dərk eləmişəm. Bəzi adamlar elə çatıb ki, Həsən bəy Zərdabı əkinçilik təbliğ elif, yox. O, Azərbaycanda elə bir ədəbi irs, elə bir böyük bir düha, elə bir fəlsəfə, elə bir siyasət, elə bir dövlətçilik yaradıb ki, o, bugün bütün Zərdabların şəxsi həyatında özünü biruzə verir. Ümumi müqayisələ götürəndə Azərbaycanın 90-100 rayonu varsa, onların içərisində ən ziyalı rayon, ən savadlı rayon, ən mədəni rayon Zərdab rayonudur. Bunu mən sizə xoş gəlmək üçün demirəm. Bunu zamanın göstərişindən təhlil edirəm. Ticarətdə, demokratiyada müxtəlif hissələrə qapılanlar olubsa, Zərdab olmuyor. Zərdab öz dünya görüşünlə, öz milli dirçəlişinlə, öz iqtisadiyyatda kasıb, mənəviyyatda zəngin həyatınla Azərbaycanda böyük iz qoyan bir rayondur. Və bu rayona mənim bağlılığım əvvəllər bayaq dedim, bir ziyalı kim olub. Sonra isə Akif müəllimin oğlu Mamedə mən qızımı vermişəm. Mən Zərdabla qudu olmuşam, qohum olmuşam. Və Mamedin toyunda Namik müəllimlə aramızda söhbət olub. Demişəm, Namik müəllim, bəs sən mənim sələfimsən, sən mənim xələfimsən, sən balacal qayıtsan. Nəyə görə evlənmirsən? O deyib ki, Alqat müəllim, bir şərtlə evlənərəm ki, mənim toyumda sən tamadalıq eləyəsən. Və biz bu əhdə sadiq qalmışıq. Bugün bu gözəl yaşıllıqda, o təmkinli, bu təbiətin o füsunkar Ahənruba güşəsində gəlib Zərdab cəmaatla görüşürük. Mən hamınızın adınla istedadlı, gözəl mənim həmkarım olan, qələm ustası olan, söz ustası olan Namiq Atəşə ailə səadət arzu edirəm, əl çalaq onun üçün bir. Və ikinci Teyyub müəllimə minnətdarım bildirirəm ki, çox natiq, çox yığcam, Bakıda tapılmayan sənətkarlarsınız. Həqiqi mənada da mən bunu hər yerdə deyirəm. Deyirəm, rayonlarda olan ansambl, rayonlarda olan istedad Bakının məğzində, Bakının paytaxtın mərkəzində yoxdur. Bu belə də olmalıdır. Biz rayonları boşaldıb şəhərə yığmalı deyilik, çünki şəhərə pərvazlanan hamısı sənətkar kimi buradan pərvazlanıb gedir. Mən bu ansamblla bəlkə də 3-cü dəfə, 4-cü dəfə toya düşürəm. Və bu gün qəlbən Bakıdan mənim dostlarım, eləcə də Namik müəllimin qrup yoldaşları, Kamran, adlarını yaxşı bilmirəm, Natiq, Qabil, Seymur, onlarla biz yol yoldaşı olmuşuq. Və onların Namik müəllimə olan məhəbbəti o gənclik, uşaqlıq illərinin, tələbə illərinin büyünə gəlib çıxan o yığcam, möhkəm dostluq əlaqələridir. Buna görə bugünkü toy müqəddəs toydur. Birinci, ona görə müqəddəs ki, bir torpaqda, bir Azərbaycanın qaynar bir köşəsində bir ocaqda qalanır, qoy bu ocağın üstüsü müqəddəs olsun. Bizim şahidlimizlə keçirilən bu nigahın ömrü qoy Adəm atanın hava nəniyə olan nigahın ömrü qədər uzun olsun. İkinci, nəyə görə müqəddəsdir? Burada iştirak eləyənin girt yarısı muzikatdır. Onların hamısı Namik müəllimin atəşinə toplaşıb gəliblər. Çünki sənətdə o müqəddəsliyi qoruyub, yoxsa heç kəs buraya gəlməz. İndi mən çaşbaş qalmışam ki, bugün mən kimə söz verməliyim? Bəyalıya mı? Yoxsa burada iştirak eləyənlərə mi? Amma hamıya söz verəcəm. Bəyalı müəllim məclisimizin ştatını oxuyanıdır, ansambl ştatındır. Amma burada bu nəzərə alınmır. Burada Namik müəllimin şərəfinə gələn bütün muzikantlara alqışlayıram, onların hamısına söz verəcəm, ham oxuyacam. Yəni, hər yaşanan ömrə mən ömrü deməmişəm, deməyəcəm də. Ömür mənalı olmalıdır, ömür dostla keçirilməlidir, ömür yadda qalan ömür olmalıdır.
Buna görə bugünkü ömür yaşanan ömürdür. Namiq bunu o dırnağınla yerleşməklə, bəzən kinli qəzəbini gizlətməklə, bəzən axmağın birinə qadan alım deməklə qazanıb. Mən başıma gələn işlər deyirəm. İstəyirəm ki, mən məclisimizi bir Azərbaycan simfoniyasından sol segahla açam. Sonra açılış münasibəti ilə Bəyalı müəllimə söz verəm, mən muğam ölüsüyəm, ölürəm. Ölürəm ondan ötə. Və Akif müəllimə minnətdaram ki, məni bu ellə qohum eləyib. Akif müəllimin şərəfinə bir əl çalaq, mənim qızıma yaxşı gün versin, xahiş edirəm. Dünya içrə bir dünya var, əsl adı Azərbaycan. Dost ülfəti, ana mehri, ana dadı Azərbaycan. Təkcə səndən diləmişəm hər imdadı Azərbaycan. Gördüklərim nə yuxudur, nə rüyadır Azərbaycan. Bu sürətin, bu tərəqqin bir dünyadır Azərbaycan. Torpağında çiçəklərin hörülməmiş çətri qalıb. Nilufərin, Yasəmənin əllərimdə ətri qalıb. Umanın kim, Küsənin kim, səndən kimin xətri qalıb. Neçə-neçə dahilərin yazılmamış sətri qalıb. Başın üstə al günəşin sönməz odur Azərbaycan. Gəncə, xanlar qan damarım, Bakı mənim ürəyimdir. Naxçıvanım, Lənkəranım, çayım, duzum, çörəyimdir. Sumqayıtla Mingəçə bir ümid yerim gərəyimdir. Göy gölkü var nazlı sonra mövsullanmış mələyimdir. Sınmaz belə bir diyarın qol qanadı Azərbaycan. Al günəşin saçağıdır başın üstə yağan qırov. Səcdə qılır torpağına sıra Qafqaz, Kəpəz, Murov. Səadəti ram eylədin, qılış qalxan əldə tilov. İnqilablar övladıdır, Məşədi bəy, Nərimanov, onlar sənin şəfqətini ilk aradı Azərbaycan. Muvamatı könül açan bir cənnətdir Qarabağım. Muval laylam, Mişkəstəm, Şəki, Şirvan, od ocağım. Dədə Qorqud övladyam, şeiriyyətdir solum sağım. Əsrlərin yadigarı dəli dağım, baba dağım. Sevincimin fərəhinin yox hüdudu Azərbaycan. Torpağına pis ürəklə atlı gələn atsız getdi. Sərgərdələr məhv elədin, atlı gələn atsız getdi. Nemətini tapdayanlar dadalmadı, dadsız getdi. Bu hikmətlər nə əfsanə, nə xülyadır Azərbaycan. Demək sənin həsrətindir, baxışım lal, dilim lalsa. İnci Məsud dostanayan köllüm evi verən qalsa. Gətir öpüm dodağından vətən adı şirin balsa. Ölüm haqdır, ölən günü alqaydı duyan olsa. Torpağından bircə ovuc məzarıma qoyan olsa. Lazım deyil mənə qeyri cənnət adı Azərbaycan. Cənnət olan Azərbaycanın günəş gizlənən bir ərazisində, bir gözəl diyarında, Zərdab rayonundayıq. Mən hamınızın adıyla Namiq müəllimə göz aydınlığı verirəm. Ailə səadət arzu edirəm. Mən təkrar bugünkü toyun səbəbkarı olan Namiq müəllimə göz aydınlığı verirəm. Mübarək olsun deyirəm hamınızın adından. O burada həm ata rolunu, həm toyda sponsorluq rolunu oynayır. Və hər bəyə qisməti olmur ki, o özü öz məclisini qura bilsin. Onu bir Namiq müəllim qura bilibsə, ona eşq olsun deyirəm. İkinci bir tərəfdən, bugün burada iştirak edənlərin hər biri üzlərinə baxanda, onların qiyafələrinə baxanda, duruşuna baxanda görürəm ki, sənət alüdələridir, sənət vurğunlarıdır. Çünki bunu Zərdab torpağı tələb eləyir. Bu torpaqda olan hikmət, bu torpaqda olan, necə deyim, vətənpərvərlik hissləri, vətəndaşlıq hissləri çox güclüdür. Və buna görə də mən bugünkü məclisdə sizin hər birinizə can sağlığı arzu edirəm, ailə səadət arzu edirəm. Amma Teyv müəllim bir şey deyim, indi bilmirəm, Namiq müəllim sizə rüşvət boyun olub, ya qonaqlıq boyun olub. O bir öz toyunda bizə bir şeir, öz şeirindən deməsə, xalqa öz razılığını, mentarlığını bildirməsə,
İkimiz də zəif tamad olacaq. Deyəcək ki, hərflədim Alqayıt müəllimi də, Teyib müəllimi də. Hər halda mən devrimizə, zamanımıza yazdığım bir şeiri bir sol segahla deyəndən sonra sözü Namiq müəllimə verəcək. O nə olsun bəydir, bəylik taxtında qoy müqəddəs olsun. Amma o həm də sənətkardır. Mən evlənəndə Alqayıt deyil idim. Namiq evlənəndə Namiqdir. Bu böyük işdir. Mən 18 yaşında evlənmişəm, sonra başıma dönmüşəm. Namiq 29-30 yaşında evlənir. Ona görə həm bəy kimi, həm bu ocağın sahibkarı kimi, həm də elimizin istəhlisi kimi o bir nürək sözünü deməli, bizə bir öz şeirindən birini deməli. Sonra xalqımıza, bu gələn qonaqlarımıza öz minnətdarlığını bildirməlidir. Gəlin vətənimizin gözəl bir oğlu, məclisin bəyi, ağsaqqalı, ata yurdunun şam çırağı olan Namiq Atəşə əl çalaq onu mikrofona dəvət eləyək. Təşəkkürlər, minnətdarıq hamınıza. Mən yaşadığım ömrün ən dəyərli kulminasiyasını yaşayıram. Bundan yuxarı xoşbəxtlik olmayacaq həyatımda. Çünki həyatda özüm qazandığım dostlarım bir yerdə cəmləşdirmişəm. Kişinin ağlamağına pis baxıram. Amma Allah mənə güc versin ki, o yarağımdan o yaşlar tökülməsin. Çünki sevincimin ən dəyərli bir fəlsəfi dünyasını yaşayıram. Bütün qonaqları salamlayıram. Mənim həyatımda, ocağımda, yurdumda müxtəlif peşə sahibləri, sənət sahibləri, vəzifəli, vəzifəsiz, əli qabarlı, əli mazutludan tutmuş, beyni çox iti işləyən alicənab yoldaşlar cəmləşibdir. Hamınız xoş gəlmişsiniz, suvallarınızdan görək. Birbaşa şeiriyyat dünyasına keçirəm. Öz şeirimdən deyəcəm, amma Alqaydı poeziyasını tapdalamaq mənə haram olardı. Axı o kişinin adı ilə bağlı çörək qazanıram. O qədər toylarını vurub getmişəm ki, Alqaydı istəyirlər, devri ilə Alqaydı oxuşursan, gel gedək. Biraz da qiyməti aşağı eləmişəm. Ustadım yaqın mənə əff edir. Mənim ürəyimdə kədəri xal-xal, dərdi çəkilməyən yükdür bu dünya. Ömrü yaşanmamış, meyvəni çal-çal, nə qədər budadı tökdü bu dünya. İmana qərq oldu mühüm vaxtından, fironlar, şəddatlar, küstü vaxtından. Neçə fatihləri saldı taxtından, neçə xanimanlar söydü bu dünya. Bir əlində xeyir, o birində şər. Kimə nə qismətdir, kimə nə düşər? Haqsızlıq odunda yananda bəşər, ah çəkib boynu büktü bu dünya. Ötən güllə tapışmaq olmaz. Qəza yelkənində çapışmaq olmaz. Onu dayaq sanıb yapışmaq olmaz. Kibrikdən asılan tüktü bu dünya. Bəzən ağı qatdı zəl qaşıqlara, içirtdi taleyi sarmaşıqlara. Dinli saraylara, gür işıqlara, ağı zülmət olub çöktü bu dünya. Ay məhərrəm, onül müharibə, onül məşəqqət. Baxdım əməlinə duymadım riqqət, ay Alqayıt. Ay Alqayıt, şümə elədi nəhayət, yurdumda mərmilər əkdi bu dünya. Baba, bu şeiri mən yazmışam, bilmirəm. Ona görə də Teyib müəllimlə bu çox biş sənətkardır. Məni yıxıb sürüyüblər bunlar. Bax, bu da Alqayıt alicənablığı da. Bunu da nəzərdən qaçırmayaq. Ustadımı belə kövrək görürəm. Belə bəyaz saçlı görürəm, gümsüz şaşlı görürəm. Haradasa bu ömür, bu talih də məni gözləyir. Amma hər oxuyandan molla pənah olmaz. Alqayıt kimi gəldi, Alqayıt kreslosunda oturdu, getdi. Həmişə
o kreslonun azarı ilə yaşayacaq. Yəni nə qədər yüksək uçacaqda yenə Alqaid dövrəsində fırlanacaq öz yerində. Mən də qocalacaq fani dünyada, lağa qoyacaqlar sözlü bir gün. Əlimdə bir əsa gecələnəcəm, fələh bükəcəkdir dizmi bir gün. Onda qalacaqdı ay ustad sözüm ağızda. Kara gəlməyəcək qələm kağızda, məndən bezəcəkdir oğul da qız da, çəkən olmayacaq nazımı bir gün. Namiqəm gör nələr çəkəcək başım. Göyərməz torpağım, göyərməz daşım, tamam itəcəkdir huşum, yaddaşım, salıb bitirəcəm özümü bir gün. Mən sizin hamınıza ömrünüzün ahırlıq çağında, qocalıq çağında təşəkkürlər alqışlar etsin.